Çinlə münasibətlərin, yəni artıq siz də bir qədər öncə qeyd etdiniz, yəni hər tərəfli strateji tərəfdaşlıqdan sonrakı mərhələ müttəfiqlik mərhələsidir. Yəni yeni dünya nizamının formalaşmasında Azərbaycan və Çinin bu qədər bir-birinə yaxın olması hər iki tərəfə nələr vəd edir, nələr verə bilər? Yadınızdadır yəqin ki, soyuq müharibə dövründə dünyanın belə bir bölgüsü var idi. Deməli, birinci dünya ölkələri, bu qərb ölkələri idi. İkinci dünya bu sosial ölkələr, bir də üçüncü dünya var ki, digər qalanlar idi. Bəli. Sosializm sistemi dağıldıqdan sonra ikinci dünya ortadan çıxdı. Qaldı birinci və üçüncü. Birinciyə qərb dünyasına bugün deyirlər qlobal şimal, üçüncüyə deyirlər qlobal cənub. Və bugün Azərbaycan qlobal cənubu mühüm bir tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi dövlət səfəri çərçivəsində də mühüm bir fikir də səsləndirdi. Dedi, Çin Xalq Respublikası qlobal cənubun lider dövlətidir. Bəli. Lider dövlət. Və Azərbaycanın da bu günləri elə də böyük dövlət olmasa da belə, çox böyük bir funksiyanı həyata keçirib və keçirməkdədir. Birincisi, Azərbaycan dövləti 4 il müddətində rəhbərlik etdi qoşulmama hərəkatına, ona sədrlik etdi. Bu reallıq. Eyni zamanda COP29 tədbirində də Azərbaycanın əsas strateji vəzifələrinin biri nə idi? Vəzifə o idi ki, qlobal şimal ilə qlobal cənub arasında körpü rolunu oynamaq. Bu funksiyanı həyata keçirdi və çox uğurla da həyata keçirdi. İndi bax, qlobal şimal və qlobal cənub reallığında Azərbaycan dövləti Çinlə əməkdaşlığın genişlənməsinə maraqlıdır və bu təsadüf deyil. Azərbaycan dövləti beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətdir. Beynəlxalq hüququn norma və prinsiplərini icra edən dövlətdir və özünə münasibətdə də başqa dövlətlərdən eyni yanaşmanı tələb edir. Qlobal cənubda, bax, Çin tutaq ki, lider dövlət hesab edir, düzdür? Amma o baskı, o təzyiq, böyük qardaş yanaşması yoxdur. Burada heç kim diktə dilindən danışmır. Təəssüf ki, qlobal şimalda analoji vəziyyət deyil. Bax, bu Azərbaycan-Çin münasibətlərinin şərtlərində mühüm amillərdən biridir. Burada iqtisadi maraqlar ön plana keçir. Burada heç kimdən diktə dilindən danışmır, zor dilindən danışmır, əzələ nümayiş etdirmir. Burada bir cənab prezident söylər ki, Çinin lideri çox mehriban insandır, çox səmimi insandır. Fikir verirsiniz, yəni mehribanlıq, səmimilik dövlətlərarası münasibətlərdə bu çox nadir məsələlərdən biridir. Bizi yaxınlaşdıran da odur ki, Azərbaycan prezidenti çox səmimi prezidentdir, çox mehriban insandır. Qarşısında da analoji bir lider və eyni düşüncə, eyni baxışlı bir insan. Təbii ki, bunlar çox önəmli məqamlardır. Və biz istəyirik ki, bizim münasibətlərimiz bu günləri elə bir səviyyəyə gəlib çatsın ki, hansı ki, o istiqamət hüququ normativ baza var və proses getməkdədir. Bu münasibətlərimiz nəticə etibarilə regionumuza, Cənubi Qafqaza uzun müddətli və dayanıqlı sülh gətirsin. Bizim Çinlə əməkdaşlığımız üçüncü dövləti hədəfə almayıb. Bu həmişə belədir. Biz Çinlə Bakı-Pekin münasibətləri nə qədər inkişaf edirsə və heç bir halda, heç bir paytaxtda, heç bir dövlətə qarşı çevrilməyib. Burada bizim qarşılıqlı faydalı münasibətlərimiz var və biz onu inkişaf etdirmək istəyirik. Biz istəyirik Çinin enerji təhlükəsində rol oynayaq. Biz istəyirik ki, həm neft, həm qaz, xüsusilə yaşıl enerji sahəsində bizim əməkdaşlıq genişlənsin. Dövlətimizin başçısının verdiyi Çin televiziyası müsahibəsində qeyd olunduğu kimi biz artıq Çindən 160 ədəd ictimai nəqliyyat avtobusları almışıq. İndi 200-ə qədər sifariş vermişik. İstəyirik ki, 500 ildə 500 avtobus istehsal edin, birgə müəssisə açaq. Bunlar hamısı böyük nəticələrdir və nəzərə alsaq ki, Azərbaycanın bu günləri 2030-cu ilə qədər 6500 meqavatlıq yaşıl enerji istehsal etməyi planlaşdırır. Onun 6000 meqavatlığı külək və günəş enerjisidir. 500 meqavatlığı isə təşkil edəcək hidro, deməli, elektrik enerjilərdir. Və Çin bu baxımdan bizim baxışlarımız Çindən üst-üstə düşür. Çox önəmlidir. Həm də nəzərə alsaq ki, Çində Kommunist Partiyasıdır. Azərbaycanda yeni Azərbaycan Partiyasıdır ki, hakim partiyalardır. Və bu partiyalar arası münasibətlər də iş tərəfli münasibətlərimizə böyük fayda verir. Və elə keçən noyabr ayının 12-dən 20-sinə kimi Çin Xalq Respublikasının Pekin, Nankin, Nantun və Şanxan şəhərlərinə Yeni Azərbaycan Partiyası sədrinin müavini, aparat rəhbəri, hörmətli Tahir Məmmudağın rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin səfəri olmuşdu. Və bu səfər çərçivəsində Nankin şəhərində çox strateji əhəmiyyətli bir sənəd
Çin Komünist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında bir memorandum imzalandı ki, bu da heç şübhəsiz münasibətlərimizin bundan sonraki inkişafı üçün, partiyalar arası münasibətlərin inkişafı üçün çox geniş imkanlar pəncərəsi açır və bu çox önəmlidir və nəzərə alsaq ki, Çin Komünist Partiyasının üzvlərinin sayı artıq xeyli müddət ki 100 milyonu ötüb keçib və Yeni Azərbaycan Partiyası üzvlərinin sayı da 700 mindən çoxdur, 800 minə yaxınlaşır və biz Cənubi Qafqazın ən böyük partiyasıyıq. Ulu Öndər Heydər Əliyev söylüyor ki, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və sabahın partiyasıdır. Onun siyasi varisi Cənab İlham Əliyev söylüyor ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Və Çin Komünist Partiyasının liderliyi eləyən Çin dövlətinin bugünkü siyasi lideri Xi Jinping isə söylüyor ki, Çin Komünist Partiyası vahid siyasi qüvvət, aparıcı siyasi qüvvət. Fikir verirsiniz, yəni hər iki partiya cəmiyyətin aparıcı siyasi qüvvələridir və ümumxalq partiyalardır və bu nöqteyi nəzərdən Çin Komünist Partiyası və Yeni Azərbaycan Partiyasının arasındakı əməkdaşlıq mühiti nəticə etibarilə dövlətlərimizin bütün sferalarda əlaqələr üçün əlavə imkanlar, əlavə impulslar yaradır ki, bundan da maksimum istifadə edilməlidir və addımlar da bu istiqamətdə atılmalıdır.